imamdan qabaqda dayanıb namaz qılmaq olarmı? Yəni, cəmaat namaz gedir, yəni səhvlər arxada düzülüb və imam dayanıb və bir səhvdə imamdan qabaqda dayanıb. Yəni, məsələ odur ki, imamdan qabaqda dayanıb namaz qılmaq olarmı? Bu icazəlidirmi? Bu barədə müxtəlif rəylər var. Səhv eləmirəmsə 3 və ya 4 məşhur rəy var. Bir qrup alimlər mütləq şəkildə veriblər icazə. Bir qrup alimlər deyiblər ki, əgər üzr varsa olar. Bir qrup alimlər ümumiyyətlə verməyib icazə. Yəni, səhv imamdan qabağa keçməməlidir. Yəni, hərdən olur, yəni görürsən, xüsusən də o cəmaat çox olan yerdə və ya dar olan yerlərdə, yəni bir səhvdə imamdan qabaqda dayanır. Yəni 2 nəfər və ya 3 nəfər və ya 4 nəfər, yəni səhv düzəlir və səhv olur imamdan qabaqda, yəni imamın qarşısında. Yəni məsələ bu məsələdir. Yəni müxtəlif rəylər var. Necə qeyd etdim bir ikisini. Allahu a'ləm, yəni səhih olan görüş odur ki, yəni dəlillərə baxandan sonra mənə gəlib, yəni çatana görə haqqa daha yaxın olan odur ki, bu icazəlidir, əgər məkan darlığı varsa, yer darlığı varsa, yəni heç cür dayanmaq olmursa, yəni yer imkan vermirsə, məhz orada dayanmağa zəruri ehtiyac varsa, bu zaman imamdan qabaqda dayanıb namaz qılmaq icazəlidir, əks halda icazəli deyil. Allahu ələm. Necə ki, Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurur ki, üzr varsa olar. Üzr varsa olar. Allahu ələm, yəni üzr deyəndə, yəni ola bilsin Şeyxülislam İbn Teymiyyə rahimehullah bu üzrləri qəsd etsin, yəni bu qeyd etdiyim səbəbləri qəsd etsin. Hər halda, yəni cavab odur ki, icazəlidir. Əgər məkan darlığı, yer sıxlığı varsa, icazəlidir. Allahu ələm. İxlasla.com saytı tərəfindən təqdim olundu.